İkinci qrup sınaq 2 ilə davam edirik. Blok üçün hazırlıq. Birinci sualdan başlayırıq. Ədədin 1/4 hissəsi ilə 20%-in fərqi 6-dır. Bu ədədi tapın. Birinci, mənim ədədimin 1/4 hissəsi deyirsə, x-in 1/4 hissəsi nədir? X vur 4/1. Bundan çıxırıq deyir x-in 20%-ni. Bərabərdir deyir fərq 6-ya. Bu da eləyir x bölünsün 4 çıxılsın x bölünsün 5 bərabərdir 6-ya. Ortaq məxrəc 20 götürdükdə alınacaq 5x çıx 4x bərabərdir 6-ya. Buradan da x bölünsün 26 olarsa x də bərabər olacaq 120-yə. Cavab olacaq Y variantı. İki tərəfi 9, 18 olan bərabəryanlı üçbucağın perimetrini tapın. Bunu iki metodda baxacağıq. Axı bilmirik hansı tərəfi 9-dur, hansı tərəf 18-dir. Ona görə də bir dəfə tərəfləri 9, 9, 18, bir dəfə 18, 18, 9 götürərik. 9 ilə 9-un cəmi, baxın, üçbucaqda belə bir qayda var. İki tərəfin cəmi üçüncüdən böyük olmalıdır. Yəni 9 ilə 9-un cəmi 18-dən böyük olmalıdır. Amma bu şərtimi ödəmir. Ona görə də belə bir üçbucaq quranmaram. Deməli, mən perimetrim nə olacaq? 18 üstəgəl 18 üstəgəl 9 olacaq. Bu da eləyəcək neçə? 18 ilə 18-in cəmi 36, üstünə də 9 gəndə 45. A variantı. 510 ədədi 3, 5, 9 nisbətində bölünür. Deməli, 3x, 5x və 9x bərabər olacaq 510-a. 17x bərabər olacaq 510-a. X də bərabər olacaq 30-a. Buradan x-i tapdıq. Böyük hissəsini istəyir. Yəni 9 vur 30 istəyir bizdən. Bu da eləyəcək 270 A variantı. Dördüncü sualda bizdən alfa bucağını istəyir. Birincisi baxırıq. Gəlin bu bucağı tapaq 3 bucaq üçün. 52 ilə 32-nin cəmi 84. 100-dən də 84 çıxanda bura qalır 96. Əgər bura 96-dırsa, deməli burada 96-dır. Və yaxud da nə edərik? Deyərik ki, xarici bucaq nəyə bərabərdir? Ona qonşu olmayan daxillərin cəminə. Yəni, bu hissəmiz nəyə bərabərdir? Bu qaraladığım hissə. 52 ilə 32-nin cəminə. Eyni şəkildə, axı, alfa ilə 46-dır. 52 ilə 32-nin cəminə bərabər olur digər 3 bucaq üçün. Deməli, alfa ilə 46-nın cəmini bərabər edirik 52 ilə 32-nin cəminə. Buradan da alfa bərabər olacaq 38-ə. Bu bir qayda. İkincisi, üçbucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. Yəni, buradan da tapırıq ki, alfa yenə bərabərdir. 180 çıxılsın 142-ə. Alfa da bərabər olur 38-ə. B variantı. Növbəti tənasibdir. Tənasibi həll eləyək. Tənasibi həll eləmək üçün çarpaz vuracam və necə yazaram? Deyirəm ki, 19 vurulsun 2x plus 3 bərabərdir 17 vurulsun 3x minus 2. Buradan da eləyir 38x üstə gəlinsin 57-yə bərabərdir 51x çıxılsın 34-ə. X-ları bir tərəfə keçirəndə 51x çıx 38x bərabərdir 57 üstə gəlsin 34-ə. Buradan da cəmləyəndə neçə 51-dən 38 çıxanda qalır 13x bərabərdir. Digərini cəmləyəndə 91-ə. X də bərabər olacaq 7-yə. Cavab olacaq Y variantı. Düzbucaqlı üçbucağın katetlərindən biri hipotenuzun 60%-nə bərabərdir. Deməli, mənim bir dənə düzbucaqlı üçbucağım var. Katetlərdən biri hipotenuzun 60%-dir. Hipotenuz x-dırsa, katetdə onun 60%-dir. Yəni, nə olacaq? X vur 60 bölünsün 100. Yəni, 0,6x. Aha, indi keçirik. O biri katet tapaq. Deməli, o biri kateti tapmaq üçün nə edəcəm? Hipotenuzun kvadratından verilmiş kateti çıxacağım. Bərabər olacaq tapmaq istədiyim katetə. Buradan da tapırıq ki, x kvadratı çıx 0,36x kvadrat bərabərdir A kvadratına, 0,64x kvadratı bərabərdir A kvadratına, A da bərabərdir 0,8x-a. Deməli, burada oldu 0,8x. Bəs bu hipotenuzun neçə faizidir deyəndə, A ədədi B ədədinin neçə faizidir deyəndə, A-nı B-yə bölüb 100-ə vuracaq. Buradan da sıfırlar gedir və alınacaq neçə? Tərsinə yazdım daha doğrusu. Katet hipotenuzun neçə faizidir? 0,8x bölü x vur 100. Bu da eləyəcək 80. Yəni 80%-dir. 7-ci suala keçirik. Atanın yaşı qızın yaşında olan nisbəti 5-in 2-yə nisbətindədir. İndi mən atanın yaşına deyirəm x. Atanın yaşını x desək ya da qızın yaşını x deyək. Qızın yaşı olsun x.
Atan yaşı da nədir? Qızın yaşından 24 vahid çoxdur. İndi bizə deyir ki, bunların nisbəti 5/2-dir. Yəni atanın yaşını qızın yaşına böldükdə 5/2 arıq. Çarpaz vursaq 2x üstəgəl 48 bərabərdir 5x-a. Bunu bu tərəfə keçirəndə 5x çıx 2x bərabərdir 48-ə. 3x 48-dir. X də bərabərdir 16-ya. Bizdən qızın yaşını istəyir. Cavab olacaq 16. ABCD düzbucaqlı üçbucağında ASB 90 dərəcədir. SH AB'yə perpendikulyardır. SH 6-dır. AH-dan da HB-ni çıxanda 5 alınır. Gəlin bura M deyək, bura N deyək. Bizim düzbucaqlı üçbucağımızda belə bir qayda var idi. Düzbucaq təpəsindən çəkilmiş hündürlük hipotenuzu MN nisbətində bölürdü və H-ın kvadratı bərabər idi M vurulsun N-ə. Gətirib yerinə qoyub yazanda deyirəm ki, 6-ın kvadratı bərabərdir M vur N-ə. Buradan da M çıxılsın, N də nəyə bərabərdir? 5-ə. Digər tərəfə keçirsək N-i. N bərabərdir 5 üstə gəlsin N-ə. Gətirib yuxarıda M-in yerinə 5 plus N qoyacağım. Olacaq neçə? 36 bərabərdir 5N üstə gəl 5 N kvadratı. Hamısını bir tərəfə keçirəndə N kvadratı üstə gəl 5N çıx 36 bərabərdir 0-a. O hansı ədəddir ki, cəmi buradan o hansı ədəddir ki, cəmi -9, hasili -36 eləyər. Deyirəm 9 ilə 4, amma -9. Deməli, orada n neçə olacaq? Mənfini götürənməliyik axı. Deməli, n 4-dür. Bizdən də n istəyir. Elə n 4-dür. Cavab C. Bizə deyir ki, x bölü y bölü z bərabərdir 3, 4, 6 nisbətindədir. X-in yerinə 3k qoyaq, y-in yerinə 4k, z-in yerinə də 6k. Və bunları vuraq. 4 vurulsun 3k, çıx 3 vurulsun 4k, üstəgəl 6k bərabərdir 12-yə. Bunu toplayanda bununla bu gedəcək, geridə qalacaq 6k bərabərdir 12-yə, k da bərabərdir 2-yə. Bizdən cəmini istəyir. Cəmləsək bunu 3k üstəgəl 4k üstəgəl 6k bərabərdir 13k-ya. K-nın da yerinə 2-ni qoyanda 13 vurulsun 2, yəni 26 eləyəcək. A variantı. Parça düz xətti kəsir və onun ucları düz xəttdən 7-12 məsafədədir. Baxın, parça düz xətti kəsirsə, o zaman qıraq məsafələri çıxıb yarıya böləndə orta xətti alırıq. Ortadan düz xəttə kimi olan məsafəni alırıq. Parça kəsmirsə, cəmləyib yarı bölürük. Yəni, məsələn, bu mənim düz xəttimdir. Deməli, burada şəklini çəkəndə nə olacaq? Bax, belə bir qırmızı xətlə böləndə bura 12-dir deyir, bura 7-dir. Bu orta nöqtə təsadüfən bura düşsə, məsələn, bu x istəyir. Neynəyəcəm? 12-dən 7-ni çıxıb yarıya böləcəm. Bu da 5/2, yəni 2,5 alınacaq D variantı. 9 fəhlə işi 4 günə yerinə yetirir. Bəs 12 fəhlə neçə günə? Fəhlənin sayı artanda iş azalmalıdır. Ona görə düz tərs mütənasibdir. 9 vur 4 bərabərdir 12 vur x-ə. X də buradan bərabər olacaq 3-ə. Cavab Y variantı. Bərabər yanlı üç bucağın təpə bucağı oturacaq bitişik bucaqdan 15 dərəcə böyükdür. Yəni, bura x-dırsa, bura olacaq x plus 15. Cəmi nə edir? 3x üstəgəl 15 bərabərdir 180-ə. 3x bərabərdir 165-ə. X də bərabərdir 55-ə. Bizdən təpə bucağını istəyir. Yəni, 55 üstəgəl 15 istəyir. Bu da eləcək 70 B variantı. Tənasübün kənar hədlərinin hasili bilirdik ki, orta həddin hasilinə bərabərdir. Yəni, x-i buna vuracam, 5 tam 3-də 1-dir, 3,8-ə vuracam. Bu da eləyəcək, x vurulsun 0, 2 dövrdə 1 nəyə bərabərdir? 90-da 19-a. Necə yazırdıq? Dövrün içində ədəd qədər 1. Dövrdən kənarda ədəd qədər 0. Məxrəc yazıldı mı? Sonra 21 olduğu kimi yazılır, 21-dən 2-ni çıxırdıq. Bərabərdir. 5 tam 3-də 1 nədir? 3-də 16. Vurulsun 3,8 nədir? 10-da 38-dir. Bu da eləyəcək. İxtisarlarımızı belə kənardan apara bilərik. Yəni, nə deyə bilərəm? 19x böl 90 bərabərdir. 30 böl 16 vur 38. İndi 19-dan 38 ixtisar gedib 2 qalar. 30-dan 90 ixtisar gedib 3 qalar. X də bərabər olacaq 16 vur 6-ya. 16-nı da 6-ya vurduqda 96 C variantı alınır. 14-cü sual. Oturacağı əmən olan bərabər yanlı MNK üçbucağında M və N'in orta nöqtələri O nöqtəsində birləşirsə tənbələnləri. O zaman deyir K, M, N 58 olsa, bu bura 58-dir. Avtomatik digər də 58-dir.
O zaman ne olacak? Bizden M, O, N istiyor. Yani bu X istiyor. Bakın bir şey. Bura 58 ise yarı bölünür mü? 29, 29. Burada 29, 29. O zaman X neye beraberdir? X üstə gəl 29, üstə gəl 29, 180 olmalıdır. Buradan X de beraberdir. 180'den çıxacağım 58'e. X de eləyəcək 122. A variantı. Keçirik 15-ci suala. 40% ucuzlaşdıqdan sonra soyucunun qiyməti 480 manatdır. 40% ucuzlaşmaq nə deməkdir? Yəni 60%-dir. 60%-i 480 manatdırsa, əvvəlcə 100%-i nə qədər idi? Buradan çarpaz vuranda 60x bərabərdir 480 vur 100, x də bərabərdir 800. Deməli, öncə 800 manat imiş. Tərəflərin uzunluqları natural ədədlərin üç bucağının bir bucağı digər iki bucağının cəminə bərabərdir. O hansı üç bucaqdadır ki, tərəflərinin bir bucağı digər ikisinin cəminə bərabər olar. Məsələn, 90 dərəcədə olarmı bu? Alfa bərabərdir, alfa ilə betanın cəmi bərabərdir 90-a. Yəni bu düz bucaqlı üç bucaq üçün mümkündür bu qayda. O zaman mən indi tərəflər deyir 15 və 8-dir. Üçüncü tərəfi tapsaq, üçüncü tərəfdə nə olacaq? 8, 15, 17 Pifaqor ədədlərdir. Ya da kvadratı yüksəldib tapa bilərsiniz. Bizdən perimetr istəyir. 8, 15 və 17-nin cəmi eləyəcək 40. 17-ci sualda çarpaz vurub işləyərik öncə. Neynəyəcəm çarpaz vuranda? 2A üstə gəl B bərabərdir 5A üstə gəl 10B'yə. Çarpaz vurduq. Buradan A'ları bir tərəfə, B'ləri bir tərəfə keçirsəm nə olacaq? 9B bərabərdir mənfi 4A'ya. Yox, neçə A'ya? 3 A'ya, mənfi 3 A'ya. Buradan hər tərəfi mənfi 3'ə bölsək, A da bərabərdir mənfi 3B. A'nı tapdıq. Gətirib yerinə qoyduq bu tərəfdə. Deməli, mənfi 3B üstə gəl 9B böl 2B. Buradan da eləyir 6B böl 2B. B'lər 6'lar getdikdə geridə qalacaq 6B'nin 2B'yi bölündə 3. Tənböləni 5 kökdə 3 olan düzgün üçbucaq. Düzgün üçbucaq nəyi deyilir? Bərabər tərəfli üçbucağa. Deməli, bura A, B, C olsa hər biri 60 olur. Və tənböləni bərabərdir 15 kökdə 3'ə. Tənbölən nədir? Düzbucaqlı üçbucaqda tənbölən həm hündürlük, həm median, həm də tənbölən olurdu. Yəni, mənim bu tənbölənim 15 kökdə 3'dürsə, bu nəyin qabandadır? 60'ın qabanda. 60'ın qabanda 15 kökdə 3'dürsə, 60'sız nə olur? 15 olur. Deməli, digər də 15 olacaq, bəs hipotenuz nə olacaq? 90 olacaq. Bu düzbucaqlı deyək ki, O, B, C üçün tapdıq bunu. Tərəf 30'dursa, o zaman perimetr nəyə bərabərdir? 30 vur 3'ə, yəni 90'a. Bu bir qayda. İkincisi, düsturu var idi. A kökdə 3 bölünsün 2. Tənbölən median hündürlüyün düsturu. Buradan da 15'i böldükdə, kökdə 3'ləri böldükdə A bərabər olur 30'a. Tərəf 30'sa dedik, perimetr nəyə bərabərdir? 90'a bərabərdir. Keçəlim növbəti 19-cu sual. Düzbucaqlının perimetri 70, eni isə uzunluğundan 15 cm kiçikdir. Düzbucaqlının eni uzunluğunun neçə fazını təşkil edir? Düzbucaqlının perimetri 15, eni uzunluğundan 15 cm kiçikdirsə, mənim düzbucaqlığımın eni x olsun, digər də x plus 15 olsun. Perimetri 70 olsun. 2 vur x üstə gəl x plus 15 bərabərdir 70'ə. Buradan 2x üstə gəl 15 bərabərdir 35'ə, elə deyil. 2x bərabərdir 20'yə, x də bərabərdir 10'a. Deməli, bir tərəfi 10'dur, bir tərəfi 25. Düzbucaqlının eni uzunluğunun neçə faizidir? Eni, yəni 25 uzunluğun, daha doğrusu uzunluq eninin də, yəni 10 böl 25 vur 100'ü bizdən istəyir. Bu da 25'dən 100 ixtisar gedib 4 qalır, 10'u da 4'ə vuranda 40. Deməli, eni uzunluğun 40%-ni təşkil edəcək. Belə bir qayda ilə gedirik. A ədədi B ədədinin neçə faizidir? A ədədini B-yə bölüb 100'ə vururduq. 2 ədədin cəmi 50'dir. Məsəl üçün A üstə gəl B bərabərdir 50'yə. Birinci ədədin 15%, yəni A-nın 15%, ikincinin 8%-nin fərqi, ikincinin B-nin 8%-nin fərqi 2,9'dur. Hər tərəfi gəlin birinci kəsir qalsın, ikinci kəsir üçün hər tərəfi 100'ə vursaq nə qalacaq?
15A çıx 8B bərabərdir 290-a. Və bilirik ki, A ilə B-nin cəmidi 50-dir. Və sistem tənliyi hazırdır. Bu ədədlərin hasilini bizdən istəyir. Öncə gəlin aşağını 8-ə vuraq. Deməli nə olur? 15A çıx 8B bərabərdir 290-a. Aşağını 8-ə vursaq. 8A üstəgəl 8B bərabərdir 400-ə. Tərəf-tərəfə toplayanda eləyir 23A bərabərdir 290-dan 400-ün cəmi 690-a. A da bərabərdir 30-a. 690-ı 23-ə böldük. A 30-dursa, B nəyə bərabərdir? B də 20 olacaq da cəmi 50 olsun deyə. Bu ədədlərin hasilini istəyir. 30-dan 20-nin də hasili eləyəcək 600. C variantı. 21-ci suala keçirik. Nə deyir? A, O, S 100-dür. O zaman, əgər bərabər yanlışsa nə olur? Burada 40-40 düşür də. Sonra beta bucağı 8-də 1 alfadır. Alfa neçə oldu? 40. Beta da bərabərdir 8-də 1 vur 40-a. Yəni neçə dərəcə olacaq? 5 dərəcə olacaq. Və salam beta da 5-dir. İndi ABC-ni istəyir. ABC neçə qaldı? 90 qaldı da elə deyil. Bir bu metodla tapa bilərsiniz. Bir də nə edərsiniz? 100-dən 90-ı çıxıb 2-yə vuracaqsınız. Bu dediyim qayda biraz sizə qarışıq gələr. Ona görə ən gözəli elə belə bucaqları yerinə qoyub tapmaqdır. A ədədinin B ədədinin 70%, B ədədi C ədədinin 40% olarsa, A ədədi C ədədinin neçə faiz olacaq? Yazaq. Bunun elə hazır düsturu da var. Gəlin sizə göstərim burada. Deməli, faizdə A ədədi B ədədinin, baxın bu qaydaya. A ədədi B ədədinin P faizi, C ədədi D ədədinin P faizi olarsa, daha doğrusu yuxarıda. A ədədi B ədədinin P faizi, B ədədi C ədədinin P2 faizi olarsa, A C ədədinin neçə faizidir? O zaman faizləri bir-birinə vurub 100-ə böləcəyik. Deməli, nə edəsiniz? Burada faizləri bir-birinə vuracağıq. 70 vur 40 bölünsün 100. Eləcək. Neçə sıfırlar gedəcək? Qalacaq 28 faizi. Növbəti sualda A, C və SDB 260-dır. Bir də burada bir şey baxın. Bu CBD nədir? Məsələn, buna X desək, alfa desək. Alfa nədir? Elə A ilə C-nin cəminə bərabərdir də. Çünki niyə xarici bucaqdır? Yəni, burada alfadır. Deməli, 2 alfa bərabərdir 260-a. O zaman alfa bərabər olur 130-a. Bura 130-dursa, CB A-nı istəyir. Daxil neçə olacaq? 50 olacaq. Sonra A böl B nisbətini istəyir. 5 ilə bu 5 ixtisar getsə, qalır 3. 4 ilə bu 8 ixtisar getsə, qalır 2. O zaman A böl B nisbəti neçə olur? 3 böl 2, yəni 1,5. İndi, bax, bu qəşəng sualdır. Hər bölgə eyni vaxt sərf etməklə taxta parçası 4 hissəyə ayrılmışdır. Məsələn, mən bir dənə taxta parçam var. 4 hissəyə ayırmaq üçün neçə yerdən kəsəcəm? 1, 2, 3 yerdən. O zaman neçə hissəm var? 1, 2, 3, 4. Deməli, 3 dənə kəsəcəm. 3 dənəyə 7 dəqiqə vaxt sərf eləyirsə, bəs 10 hissəyə ayırmaq üçün neçə yerdən kəsəcəm? Deməli, 1 əksik kəsiriksə 9 hissədir. 9-a nə qədər vaxt sərf eləyəcəm? Çarpaz vuranda 3x bərabərdir 63-ə, x də bərabərdir 21-ə. Deməli, 21 dəqiqə vaxt lazım olacaq. Maraqlı sualdır bu. Perimetri 45 10 3 bucağın medianı 10-u perimetri 32 və 27 10 2 3 bucağa ayırır. Bunun şəklini çəkək. Perimetri 45'dir. Məsələn, ABC 45'dir. Bu da mediandır. Bura CC deyək də. Bu da M. İndi nə deyir ki, perimetri 45'dir. Yəni A üstəgəl, B üstəgəl 2C bərabərdir 45'ə. Sonra deyir ki, perimetrlər biri 32, biri 27'dir. Yəni A üstəgəl, C üstəgəl, M bərabərdir 32. A üstəgəl, B üstəgəl, C üstəgəl, M bərabərdir 27. Aşağını belə deyək də, aşağını tərəf-tərəfə toplasam nə olur? B üstəgəl, A üstəgəl, 2C üstəgəl, 2M bərabərdir 54-ə. Buradan bu nəyə bərabərdir? 45-ə. 45-in üstünə nə gəlsəm 54 eləyər. Tapmaq üçün 2M bərabərdir 54-dən 45-i çıxacam. Eləcək 9. M də bərabərdir 4,5. Deməli, bizdən nə istəyir? Median uzunluğu M. M oldu 4,5. Keçək 27-ci suala. Deməli, 27-ci sualda bizə nə deyir? Uyğunlaşdırma sualıdır. Birinci baxırıq. 3 bucaqdır.
Üçbucağın bir tərəfi 6, digər 6, digər 6 kökdə 2-dir. Bu, baxırıq ki, düzbucaqlı üçbucağa uyğun əldə edilir və bərabər yanlı düzbucaqlı üçbucağa. Çünki katetlər eynidir. Hipotenuzda katetin kökdə 2 vurulmuş halıdır. Deməli, bu nə üçbucaqdır? Bərabər yanlı üçbucaq. Eyni zamanda da necə üçbucaqdır? Düzbucaqlı üçbucaq. 1-ə uyğun gəldi A və C. 2-yə baxırıq. Tərəfi 5-dir, 10-dur, 11-dir. 5, 10, 11. Aha. İndi bu necə üçbucaqdır deyir? Perimetri 26-dır. Bəli, perimetri 26 olan üçbucaqdır. Uyğun gəlir D variantı. Üçüncüyə keçirik. Tərəfi 4-dür, 2 kökdə 3-dür və 6-dır. Aha. Baxaq görək, bu nəyə uyğun gəlir? Deyir, geriyə nə qalıb? Kör bucaqlı üçbucaq və iti bucaqlı üçbucaq. Deməli, indi uşaqlar, kör bucaqlı və düz bucaqlı üçbucağın özünün metodu var idi, iti bucaqlı. Neydi? İki tərəf, üçüncü tərəfi tapmaq üçün digər ikisinin cəmi ilə fərq arasında kör bucaqlı, iti bucaqlı olardısa, bir tərəfdə normal cəmi. Deməli, gəlin bunun qaydasını yazaq. Burada məsəl üçün alfaya biz iti bucaq desək, o zaman ortada x, yəni 2 kökdə 3 nə olurdu? Normal kökətdə kvadratları cəmi ilə 4-ün kvadratı üstəgəl 6-ın kvadratı ilə modulda fərq arasında yerləşəcəkdir. Yəni 6 çıx 4 arasında. Bu da eləyəcəkdir 2, 2 kökdə 3-dən balaca və bunların kökətdə kvadratları cəmi neçə eləyəcəkdir bizə? Neçə olur? 2, 4-ün 16, üstəgəl 36, 52. Kökətdə 52. Bəli, kökətdə bu uyğundur şərtimizə. Buna görə deyə bilərik ki, necə üçbucaqdır, iti bucaqlı üçbucaqdır. Uyğun gələcək Y variantı. Amma məncə kör bucaqlının şərtini qoyduqda alınmayacaq. İstəyirsinizsə qoyub yoxlaya bilərsiniz. O zaman da nə olurdu? Kökətdə kvadratları cəmi ilə normal cəmi arasında yerləşməli idi üçüncü tərəfimiz. Burada deyəsən biz hesablama səhv elədik. Gəlin bir daha baxaq. Bunu siləm. Deməli, birinci düzdür AC, 2D düzdür. Gəlin 2-yə baxaq görək. Bəs hansı növ üçbucaqdır? Deməli, baxırıq ki, üçbucağın tərəfi nədir? 5-dir, 10-dur və 11-dir. Məsələn, bura alfa desək 5. Digər ikisinin kökətdə kvadratları cəmi ilə normal fərq arasında yerləşirsə 11 çıx 10. Baxıram, bəli, 5 həqiqətən də 1 ilə kökətdə 221 arasında yerləşir. Deməli, bu zaman nə olur? Bu iti bucaqlı olur. Yəni 2-yə aiddir Y. O zaman 3-ə baxırıq. 3-ə bir dənə zaten B qalır, amma yenə də baxaq. 3-ə baxsaq nə deyəcəyik? Deyirik ki, üçbucağın tərəfi nədir? 4-dür, 2 kökdə 3-dür və 6-dır. Bu zaman kör bucaqlıdırsa deyirik, nə ilə nə arasında yerləşir? Deməli, x normalda yerləşirdi. Kökətdə kvadratları cəmindən böyük, normal cəmindən kiçik olacaqdır. Yəni, burada biz verə bilərik. Burada gətirib rəqəmləri qoyduqda da həqiqətən də 6, 4 plus 2 kökdə 3 ilə nə arasında yerləşir? Kökətdə 4-ün kvadratı üstəgəl 2 kökdə 3-ün kvadratı arasında yerləşir. Bəli. Bu da bizə verəcək. Bu tərəf bizə neçəni verir? 16 üstəgəl 12-ni, yəni 28-i kökdə 28, 6 və digər də olacaq. Bu 4 üstəgəl kökətdə 12 deməkdir. Bu da 3 tamdır. Təqribən 4-ün üstünə 3 tam gəldikdə 7 tam eləyir. Deməli, 3 uyğun gəlir B variantı. Keçirik indi situasiyalara. Məktəb kitabxanasında yeni gətirilən 350 kitabın 60% ana dilidir. Öncə kitabxanada neçə dərslik gətirib onu istəyir. Ana dil və riyaziyyat dərslikləridir. Riyaziyyat dərsliklərinin sayı ana dil dərsliklərinin 40% qədərdir. Ana dil dərsliklərinin 3/2 hissəsi riyaziyyat dərsliklərinin 70% buraxılış siniflərinə aiddir. Baxırıq. Deməli, məktəb kitabxanasına yeni gətirilən 350 kitabın 60%. Öncə 350-nin 60%-ni tapsaq. Bu neçə eləyəcək? Deməli, 350-nin 60%-ni tapanda bu sıfırlar gedəcək, qalacaq 35 vur 6. Deyilir 0, 3, 7, 18, 210.
Deməli 210 ana dilindən riyaziyyat gətirilib. Riyaziyyat dərsliklərinin ana dili dərsliklərinin 40% qədərdir. İndi davamında deyir ki, bizə riyaziyyat dərslikləri sayı ana dili dərsliklərinin 40%-dir. Məsəl üçün, ana dili x-dırsa, riyaziyyat onun 40%-dir, yəni 0,4x-dir. Bunların ikisinin cəmi nədir? 0,4x üstəgəl x bərabərdir 210-a. 1,4x bərabərdir 210-a, x də bərabərdir 2100 bölünsün 14 yaza bilərik, elə deyil. Bu da alınacaq neçə? 2114-ə bölünəcək 300 bölgü 150, x bərabərdir 150-yə. Deməli, 150 ana dili var, o zaman 60 riyaziyyat var da, elə deyil. Bizdən nə istəyir? Kitabxana neçə dərslik gətirilmişdir? Tapdıq ki, ana dili 150 dənə, riyaziyyat 60 dənə gətirilmişdir. İkinci, hər fəndən ayrılıqda neçə dərslik gətirilib? Məktəb kitabxanasına yeni gətirilən 350 kitabın 60%-i ana dili. Birinci sualda bizdən zaten 210 istəyirdi, bu qalır. Biz ikinci sualın həllini tapmışıq bir növ. Çünki ikinci sualda deyir ki, hər fəndən ayrılıqda neçə dərslik gətirilib? Tapdıq ki, 150 ana dildir, riyaziyyatda 60-dır. Bizdən bunu istəyirdi. Keçirik üçüncü suala. Gətirilən dərsliklərin neçə faizi buraxılış sinifinə aid deyil. İndi mənə deyir ki, ana dil dərsliklərinin 3/2 hissəsi, üçüncü sualda deyir gətirilən dərsliklərin neçəsi buraxılış sinifə aid deyil. Yəni üçüncü hissəni oxuyuruq. Deyir ki, ana dil dərsliklərinin 3/2 hissəsi, riyaziyyat dərsliklərinin 70%-i buraxılış siniflərinə aiddir. Gəlin öncə baxaq. Ana dili nə qədər idi? 150. 150-nin 3/2-si nə qədərdir? 150-ni 3 yerə bölürəm, 2-yə vururam, 100. 100 deməli buraxılışa aiddirsə, buraxılışa aid. O zaman neçəsi aid deyil? 50-si aid deyil. Aid deyil. Bu ana dilindən. İndi keçirik riyaziyyatdan. Riyaziyyatdan 70-i buraxılışa aiddir. Nədir? 60-ın 70%-ni tapsaq, eləyir neçə? 42. 42-si aiddir buraxılışa. Buraxılışa aid. O zaman 60-dan da 42 çıxarıq, qalacaq 18. 18-ə aid deyil. Yəni deyir neçə dərslik aid deyil? 50 üstəgəl 18 eləyəcək 68. Beləcə situasiyalarda bitirdik. Əgər videonun davamını vaxtında görmək istəyirsinizsə, o zaman kanala abunə olmağı unutmayın ki, vaxtında cavablarla tanış ola biləsiniz.